Öyrənmək əgər istəsəniz bir sıra şər işləri, yəni təzətər işləri, dərddən də betəri işləri, xəlvətdə bitəri işləri, tər işləri, təşvişləri, gərd işləri, gərdişdəki yan işləri, qan işləri, yan yerdə nihan işləri, yəni ki filan yerdə filan kəs tərəfindən törədilmiş o filan işləri əlbəttə sizin bilməyiniz yaxşıdır. Amma ki, ən əvvəlcə gərəkdir biləsiz siz o təmiz, xalqa əziz, ən ləkəsiz hansı o heyvanı ləsizdir ki, sədaqətli, səxavətli, ləyaqətli, lətafətli, məlahətli, mətanətli və əlbəttə dözümlü və itaətli o eşşək özüdür ki, bəli, eşşək özüdür ki, gərək heç kimsə buna eyləməsin şək və gərək, hamısı tək-tək, belə dərk eyləsin eşşək, o mələk tək, üzü göycək, olan eşşək, nə deməkdir? O dözümdə nə ki heyvan, hələ insanlar arasında da təkdir. Götürək biz, məsələn siz, götürərsiniz hələ bir biz, batırarsınız və qoyarsınız o yazıq eşşəyə cız eləyər yarası sizlər də o yalqız eləyərsiniz, hələ müncürdə qoyarsınız, ona siz mız, yenə atmaz sizi, satmaz sizi, amma o ki əgər siz götürərsiniz hələ bir biz, batırarsınız onu öz doğmaca qardaşınıza, gəl o vəfasız sizi bir də belinə mindirəcəkmi? Sizə eşşək kimi əyləndirəcəkmi? Sürəcəkmi? Görəcəkmi nə ki eşşək sizin üçün görüb? Əsla buna insanda tapılmaz, nə kəramət, nə səxavət, nə ləyaqət ki. Ləyaqətli, səxavətli, kəramətli də eşşək özüdür ki, götürək biz, məsələn siz keçirərsiniz referendum. Ya deyirsiniz nəyə biz razıyıq, eşşək də ona razıdır, ya da öz eşşək deyəcək razıyam, amma susacaq vergi filan kəsləri hətta zilə çıxsın, onu yıxsın, bunu sıxsın, təki nazir özü tıxsın və tıxandan sonra bir arxası üstündə uzansın və desin ki gözü çıxsın o dükan sahibi də altına yıxsın. O da yıxsın, o da sıxsın, gözü çıxsın, o da qoy altına yıxsın. Gözə yari, üzə vari, təki insaf ilə baxsın bizə sari. Onun üçün ki bizim merki, yəni ki bizim serki, söylənsə yer verki, yox söyləməyə cürətimiz yox. Nə ki azarla ox söyləməyə, cürətə söykənməyə heç qeyrətimiz yox. Buna heç niyyətimiz yox. Ya da bir ad qazanaydı bu sayaqda, bədayaqda görürük biz də oyuncaq dükanın, yağ dükanın, kəbləlinin, ağ dükanın, mirzəlinin, caq dükanın, dalda sarımsaq dükanın, polkada qarmaq dükanın, bamiyə qaymaq dükanın, yanda dükan, bunda dükan, onda dükan, banda dükan, ət dükanı, qət dükanı, mal gətirən kət dükanı, hamı dükandır bizim üçün də məkandır bu dükanlar. Bunu anlar özü eşşək ki, bu vali, özü ali, yəni hər bir cürə işdən olan hali, bu ziyalı kişilərdən nə danışsam, bunu siz yaxşı bilirsiniz. Bunu bilmirsiniz, amma götürək biz o kələntər kişini, yəni rəisin dili ilə su gəntər kişini, xəstələnənlər kişini, pensiyoner ər kişini, işləri bifər kişinin arvadı məsmə və tələsmə, sözümü ortada kəsmə, qulaq as gör nə deyir arvadı məsmə, bir onda ki verilmir neçə ay pensiya, yazıq kişi görsün nə sayaq göz yaşını şır-şır eləyir, süpə kimi zır-zır eləyir, çarpaysı zır-zır eləyir, maşalanı qırqır eləyir, ölməsə də xırxır eləyir, mırmır eləyir, zır-zır eləyir, xırxır eləyir. Biz bu şəraitdəykən bir də görürsən qapı şappılladı. Biçarə kələntər kişinin yarıya dönmüş ürəyi sinədə tappılladı ki, qaz pulu gəldi, qulu gəldi, quru getdi, qulu amma sulu gəldi. Kimə nə fərqi ki, qaz yox, pulu gəldi. Bu və yaxud da risumdur, ya da yanğın keçirənlər, ya ışıqdır, o da xalqa yaraşıqdır. Kimə nə fərqi, ışıq yox, yaraşıq yox. Dəxi yoxsa bugün orta olan məcburi sığorta. Ürəkim sinəmə nə tövri sığar ta, kişi yazıq yaxılar ta, yıxılar, qan çəkilər, can tökülər, bel bükülər. Amma gülər hali pərişanına baxcaq, mənuşan şanına baxcaq, gözünün qavrası axcaq, uzanır qibliyə öldüm deyə. Amma niyə, bilməm niyə ölmür ki, gələn görsə bığatdan ağarır dişləri, söylür ona öyrən dəxi sən də olunan bir sıra şər işləri, yəni təzətər işləri, dərddən də betər işləri, xəlvətdə bitər işləri, tər işləri, təşvişləri, gərdişdəki yan işləri, qan işləri, yan yerdə nihan işləri, yəni ki filan yerdə filan kəs tərəfindən törədilmiş o filan işləri hər kim ki əgər bilməsə xamdır, yəni ona ölmək də haramdır.